Sual belədir. Bir iqtisadiyyatda bir ildə ümumi 100 ədəd mal satılır. Özünüzdə qeydiyyat aparın. Bir iqtisadiyyatda bir ildə ümumi 100 ədəd mal satılır. Hər bir malın orta qiyməti 2 manatdır. Və iqtisadiyyatda dövriyyədə olan pul kütləsi 50 manatdır. Bu rəqəmlərə əsasən pulun dövriyyə sürətini 1 manatın ildə, yəni neçə dəfə əl dəyişdirdiyini tapın və bu məşhur tənliyin adı nədir? Vaxt gedir. Biz bir də təkrar edelim. Bir iqtisadiyyatda bir ildə ümumi 100 ədəd mal satılır. Hər bir malın orta qiyməti 2 manatdır. İqtisadiyyatda dövriyyədə olan pul kütləsi də 50 manatdır. Bu rəqəmlərə əsasən pulun dövriyyə sürətini, yəni 1 manatın neçə dəfə əl dəyişdiyini tapın. Və bu tənliyin adıdır. Vaxt gedir. Son 30 saniye. Ben deyim, axırda nə dediniz? Nəyin adı? Bu məşhur tənliyin adı nədir? İmkanınız olsa pul kütləsi ilə inflyasiya arasında olan əlaqəni də izah edərsiniz. Sizin başınız vaxt dardı, cavab meyvəsi logistikadır. Qrupun kapitanı eşdirəmsiniz, qayıqlı olaraq. Mənim aramda danışdığı və düsturun adı odur ki, pulun dövriyyəsi sürətli düsturdur. Fişerin pulun dövriyə sürətli düsturdur. Düstura əsasən isə P vuruşu bölü V edilir. 102-yə vurub 50-yə vurub. Neçə olur? 4. Sizdən cavab aldım.